Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Güzel kardeşlerim, can dostlarım, canı dostlarım, isteyenler, dinleyenler, bütün insanlık. Her birinizi can gönülden çok hem de çok seviyorum güzel kardeşlerim. Her şey Rabbimiz Allah'la güzeldi. Rabbimiz Allah'a sonsuz şükürler olsun, sonsuz hamd olsun ki Qədir gecəsini bizə nəsib qıldı. Qədir gecəsi Rabbimiz buyurur ki, 1000 aydan daha xeyirlidir, 86 ilə bərabərdir. Bir dua eləyərsə mömin bu gün 1000 aydan daha çox xeyirli dua eləmiş sayılır və Rəbbimiz Allah bu gün özəl yardımlarını göndərir. Divan-ı Salihində göyün 6-cı qatından bütün mələklər, salihlər, Cəbrail əleyhissalam daxil yer üzünə enib insanlar üçün şəfaət, məğfirət diləyirlər, yardım diləyirlər canım qardaşlarım. Bu gözəllikləri yaşamağımız üçün bu gecəni dəyərləndirək Allahın izni Efendimizin ümməti ilə. Hər birinizi canı gönüldən çox həm də çox sevirəm gözəl qardaşlarım. Bu gecə Allaha canı gönüldən qovuşmağı diləyib qurtulaq inşallah Teala. Ey gözəl Allahım, ey yücələr yücəsi Allahım, Mövlam, sahibim, Rəbbim. Sənə bunca övliyalar ki var, ruhlarını qaytarmağı diləmişlər. Mən də sənə təslim olmaq istəyirəm ya Rəbbim. Mənim də ruhum ölmədən qabaq sənə qaytar. Nə olur ya Rəbbim, məni də öz övliyalarından, dostlarından elə Allahım. Amin inşallah. Bir duamızı gözləyir Allah Teala hər zaman. Ne zaman bu dua qəlbimizdə oluşursa, Rəbbimiz Allah qəlbimizi eşidər, görər, bilər, rəhmət əsması ilə təzəlliyə başlayar. Gözümüzdən, qulağımızdan, qəlbimizdən pərdələri qaldırar, qəlbimizi ulaşar, özünə çevirər, nur yol açar, zikr eləyərik, zikir səbəbindən huşu sahibi olarıq. Huşu sahibi olduqdan sonra Rəbbimiz Allah'tan mürşidi istəyib görərik. Mürşidə tabi olduğumuz zaman ruh vücuddan ayrılar, Allah'a doğru yola düşər canım qardaşlarım. Nəfs-i əmmarə, ləvvamə, mülhümə, mütmainə, raziyə, marziyə, təsyiyə qədəmələrindən keçib Allah'ta fənafillah olar. İnşallah Teala Rəbbimiz Allah hər kəsə canı gönüldən ruhun ona qaytarmağı diləyib zikrə başlamağı nəsib qılsın. Zikir Allah'ın ismini ard-arda təkrar eləməkdir. Allah, 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 Allah deyə zikr eləməkdir can dostlarım. Gəlin onu dinləyək, onu istəyək, onu zikr eləyək, huzur və mutluluğu yaşayaq. Rəbbimiz Allah kim məndən məni dinləyərsə, mən ona mutluluğu yaşadaram, xoşbəxtliyi yaşadaram deyir. Amma diləməyənə, istəməyənə dünya zövqləri yetər deyir. Onlar məni diləməzlər, gedəcəkləri yer cəhənnəmdir buyurur can dostlarım. Amma Allaha can yolundan ruhunu qovuşturmağı diləyənlərə Allah Teala birinci qat cənnəti vəd edir. Quran-ı Kərimdə tam 12 ayətdə fərz buyurub ki, kim mənə can yolundan qovuşmağı diləyərsə, mən ona huzur və mutluluq yaşadaram deyir can dostlarım. Hər birisi can yolundan çox, həm də çox sevirəm qəlbimdən inşallah Teala. Esselamu Aleyküm və Rəhmətullahi və Berekatuhu. Allah, Allah.